indiyə qədər istifadə etdiyim ən yaxşı texnoloji məhsul deyə bilərdim buna. Ray-Ban Meta kameralı eynək. Və mənim sifətim gördüyünüz bu hala düşmüşdü. Bu bir qutu açılımıdır, onu da deyim. Və bizim bu eynəyimiz futbol oynayanda taxmışdım və top mənim sifətimə dəymişdi. Eynək də mənim sifətimdə idi. Belə bir bəxtsiz hadisə baş vermişdi. Heç kim bu eynəklə futbol oynamasın. Çox üzüldüm. Özümə yenisini sifariş eləmək istədim. Bu məndə birinci nəsildir. İkinci nəsli çıxdı bunun. Ancaq sifarişdən 1-2 gün öncə Meta Ray-Ban-la kollaborasiyasız öz eynəyini buraxdı və bu ikinci nəsildən daha yaxşıdır mənim araşdırmalarıma görə. Fərqlərini AI-dan soruşub və yaxud da internetdə araşdırıb tapa bilərsiniz və qarşımızda Meta eynəyinin qutu açılımıdır. Gəlin görək bu qutunun içindən nələr çıxacaq. Bu dəfəki çəkilişimizdə mikrofon, kamera, gimbal öz yerindədir. Yəni hər şey pik səviyyədə. Maşını zibilləyək. Dostlar, mən bunun qutu açılışına baxmışam. Çox yaxşı paketlənibdir və bir dənə gözəlliyə fikir verin. Çox şişirtmirəm, həqiqətən çox gözəl. Və burada görürsünüz siz. Gəlin görək bu necə açılır. Hə, klassik kağız bağlama. Bu tərəfində də var. Bilməm nə dərəcədə görsənir. Meta çoxdan da video çəkmirəm, biraz təcrübəsiz davrana bilər. Gəlin birinci içərisindən çıxan bu dəsmalı. Ray-Ban-la kollaborasiyada üstündə Ray-Ban logosu var idi. Etiraf edeyim ki, məncə dəsmalı biraz daha qənaət ediblər. Burada da kağız-şuğuzlardır, istəyən oxuya bilər. Bunlar da 7 qırağa. Və əsas məsələ, qablaşdırmadan başlamaq istəyirəm uşaqlar. Bu qablaşdırma həqiqətən məni heyran elədi. İndi fərqini sizə deyəcəm. Bu əvvəlki idi. Bu isə Ray-Ban-sız olan. Açıram. Hazırsınızmı? Qırıb eləməyim. Kağızı tullayırıq. Eynəyi götürürük. Mənim yaşıl rəydə bir eynəyim var idi. Yəqin ki, tanıyırdınız bundan məni. Bu isə Ray-Ban Meta olan. Bunun klassik Ray-Ban-dən fərqi nə idi? Petlələri aralanandır. Əvvəlki versiyalarda bu yox idi. Və bu qulağın arxasına keçən hissələri oynayır. Bilməm indi videoda siz nə qədər bunu hiss edirsiniz, amma bu hissədən oynayır. Və M seriyasında, M modelində yəni Ray-Ban çox adamın başına dar otururdu. Bu isə çox rahatdır. Eyni zamanda o ağ idi. Bunu biraz günəşli havalarda istifadə etmək üçün rəngli. Rəng zaten çox araşdırmışdım, ona görə bilmirəm. Məni görəndə soruşarsınız. İndi 1-2 dənə də video belə çəkərəm, baxarsınız ona. O möhtəşəm. Ən sevdiyim şey nədir dostlar? Gəlin onu deyim sizə. Bu qabı boş şəkildə istifadə eləmək həddən artıq yer tuturdu. Meta isə neynədir? Meta dedi ki, qardaş, mən bunun qıraqlarını bağlayıram. Bunu bu şəkildə, bunu bu şəkildə, bunu da bu şəkildə. Bir kaşlokdan daha nazik, belə bir powerbank formasına saldı və eynəyi istifadə edən zaman bunu hara istəsəz tullaya bilərsiniz. Amma bu içi boş şəkildə adam həmişə əzilməyindən qorxurdu. Səsi falan bilmirəm gələcək yoxsa yox. Telefonla konfigurasiya eləyib 1-2 dənə də video çəkib tullayacam. Belə, ümid edirəm ki, vlogların davamı gələcək, tənbəlliyim tutmasa. Hələlik.